Hamını salamlayıram. Mən Rezanət Gənclər İctimai Birliyinin sədri Abbas Bəylifoğlu. Bugünkü layihəmizin mövzusu gənclərin inkluziv şəhər təşəbbüsləridir. Layihənin mövzusuna keçmədən əvvəl təşkilat haqqında çox qısa bir məlumat vermək istəyirəm. Təşkilatımız bugünə qədər 30-a yaxın layihə həyata keçirilmişdir. Təşkilatımız 20 ilə yaxındır ki, fəaliyyət göstərir. Bir çox layihələr həyata keçirilmişdir. Bunların mövzuları əsasən gənclər üzərində olmuşdur. Gənclərin sağlam həyata təşviqi, gənclərin sosial adaptasiyası, eyni zamanda gənclərin hüquqlarının müdafiəsi. Bununla birlikdə idarə heyətimiz olaraq 2024-cü ildə keçirilən prezident seçkilərində də müşavirəçi olaraq fəaliyyət göstərmişik. Mən özüm isə 2024-cü ildə idarə heyətimiz tərəfindən sədr təyin edilmişəm. 2 ildir ki, həyata keçirdiyimiz layihələrdə mən rəhbərlik göstərirəm. Bugünkü mövzumuz isə gənclərin inkluziv şəhər təşəbbüslərindəki bizim hədəfimiz və məqsədimiz Bakı, Biləsuvar, Saatlı kimi rayonlarda ekoloji davranışları artırmaq və bununla bağlı Biləsuvarda bizim ikinci tədbirimizdir bu mövzuda. Bəziləriniz ilk dəfədir, bəziləriniz isə ikinci dəfə iştirak edirsiniz. Bu tədbiri təşkil edilməyə görə və bizim üçün böyle bir güzel məkan ayrılığına görə və sizləri bura dəvət eləməkdə bu sahədə çox ciddi dəstək olduğuna görə Biləsuvar rayonumuzun hakimiyyətinə və eyni zamanda sizin əsas burada tərəfdaşınız, dostumuz, sizə müəllimə təşəkkür edirəm. Əziyyət yolu çəkib sizləri dəvət edirəm. Deyildiyi kimi layihənin tərkibində olan bu fəaliyyət keçən dəfədə danışmışdım, amma əslində bizim tədbirlərimiz iki hissədən ibarətdir. Birinci hissədə bizim hüquqla bağlı məlumat verilir. İkinci hissədə bunun nəticələri və qəbul olunmuş sənədlər haqqında məlumat verilir. Amma burada yeni insanlar olduğuna görə birinci dəfə iştirak edənlər üçün əgər ehtiyac olsa, bəzi məlumatları haqqında mən məlumat verərəm ki, sizin də bu sahədə az-çox məlumatınız olsun. Və bilirsiniz ki, ölkədə beynəlxalq əhəmiyyətli bir neçə ildir ki, dalbadal tədbirlər keçirilir. Keçən il nə tədbiri keçirilmişdi? Kimi yadımda? Keçən bilən olanlar da, keçən dəfə olanlar da qaxıla bilərlər. Keçən il beynəlxalq əhəmiyyətli hansı tədbir keçirilir ölkədə? KOP. Keçən il KOP idi. KOP nə ilə bağlı idi? Sonra da böyle yaxşı bir tərəf var ki, insanın beyni var, və yaddaşını nəzərləməyə. KOP nə ilə bağlı olur? KOP ətraf mühitin qorunması, ekoloji təhlükəsizlik və s. ilə bağlı olur. Ölülərin də eyni zamanda bu bağlıdır. Siz soruşsam ki, Avropa oyunlarını keçirməyə yadınızdadır, mən əminəm ki, hamısını yadındadır, elədir? Bakıda var. İslam oyunlarını keçirməyi yadınızdadır mı? Yadınızdadır. Çünki onunla bağlı imanlı və s. televiziyalar və s. məlumat verir, biz maraqlanırsınız, amma çünki tədbirlərdə təəssüf ki, az maraqlanırıq. Ona görə də biz və ölkənin müvafiq strukturları qərara gəldik ki, bununla bağlı maarifləndirmə tədbirləri keçirir. Əslində, bu maarifləndirilməsi, bu haqqında məlumatlıq ölkənin Bakı şəhərində çox yaxşı bilirlər, nə ilə bağlı, media tədbiridir. Təəssüf ki, regionlarda buna bağlı məlumatlıq yoxdur, həm bizim strukturların səhvində ola bilər, bu insanların öz səhvində olmaları, informasiya vətənə səhvində ola bilər, amma hər arada biz çalışırıq ki, boşluğu aralarında var. Çünki Azərbaycan cəmiyyəti vahid cəmiyyətdir, təkcə Bakıdan ibarətdir, bütün regionlardan da ibarətdir. Ölkədə baş verən proseslərdən bütün region əhalisi xəbər tutmalıdır və biz o boşluğu doldurmağa nəzər aldıq. Amma məhz Biləsuvar rayonunu mən ikisini əvəz edilmişdim. Seçməyinizi biz özümüz seçmişik. Yəni ki, biz rayon regionları seçmək imkanlarımız var idi. Ölkənin bir çox regionlarında biz tədbir keçirik. O cümlədən də Biləsuvar rayonunda bir tədbiri keçirik. Mən ilk dəfə Biləsuvar rayonunda bir hangi məlumatı istəmək gəldim? 5-6 numara çox olur. Yox, 20 nə var? Yəni o 6-cı ildir. Bax, ilk dəfə Faik müəllim icra başçısı gələndə mən bura birinci tədbiri təyin elədik ki,
o vaxta qədər Ürəsman rayonunda belə bu sahibi olacaq. Bu tədbiri dünyada şəhərsalma ilə bağlı, şəhərsalma və məskunlaşma ilə bağlı bir problemin həll istiqamətində beynəlxalq səviyyədə müzakirələr və bununla bağlı gələcəkdə atılacaq addımlarla bağlıdır. Bilirsiniz ki, dünyada şəhərləşmə prosesi gedir, kütləvi şəhərdə şəhərlər böyüyür, çoxlu sayı milyonlarla əhalisi olan şəhərlər var. Şəhərlərdə yaşayan insanların yaşaması üçün şəraitdə problemlər yaranır. Tutaq ki, 1 milyon şəhər üçün, ahali üçün nəzərə tutulmuş şəhərin infrastrukturu birdən-birə 5 milyon, 6 milyona çatanda həmin infrastruktur olan öhdəsindən gəlir. Qeyri-qanuni tikilmiş yaşayış sahələri əmələ gəlir. Azərbaycanlı görə müavinlər gəlsin. Regionlardan şəhərlər axın olur. Onlar məskunlaşmaq üçün qeyri-qanuni evlər tikirlər, gecə qondular tikirlər. Gecə qonduları kommunal xidmətləri ilə təchiz etmək üçün, su, elektrik və s. təchiz etmək üçün qeyri-qanuni qoşulmalar olur. Həmin o xətlərə yüklərin sayı artır, kanalizasiya, su, qaz xətlər problemlər yaranır. Bu bütün dünya maçlarında o proses geçtiğine göre siz ben demişim belki de her halde burada belki de bir tane değil. Bu problem Azerbaycan'la bağlı problem. Öyle bilmiyorum ki ben Azerbaycan'la bağlı. Bu Amerika Birleşik Ştatlar'da da bu problem. Avrupa'nın belki eden ülkesinde de var, Afrika'da da bu problem. Bu devletin inkişafından, pulundan, varlığından, devletinden asıl olan bir problemdir. Bu şəhərləşmə problemi dünya məskunlaşması problemidir. Dövlətin varlığı olmalı. Tutaq ki, Amerikada deyə bilərsiniz ki, artıq orada artıq insanlar çoxdan məskunlaşırlar, orada imkanlar genişdir. Xeyr, orada da xarici ölkələrdən axın var. Latin Amerikası ölkələrindən və s. axın var. İstər-istəməz Meksikadan, Latin Amerikasından gələn şəhərlər əksəriyyəti şəhərlərdə yerləşirlər. Digər Avropa ölkələrində də eyni zamanda yaxın şərq ölkələrindən konfliktlərlə bağlı qaçqınlar, köçkünlər, Ukraynadan qaçqınlar və onların da əksəriyyəti şəhərin yükləşə gedir və şəhərin çəkisi artıq ağırlaşma gedir və şəhərin həmin əhalinin xidmət etmək üçün onların normal şərait yaratması problem yaradır. Və bu məqsədlə də bu hukuku təşkil edir ki, dövlətlər bir-birinə kömək eləsinlər, şəhər salma ilə və s. Mən də o şəhər salmanın hansı aspektləri var, hansı üstünlükləri, sahələr, onlar haqqında danışmaq istəyirəm. Mən bu bizim bu fon üçün əldə etdiyi nəticələr və gələcək perspektivlər haqqında danışmaq istəyirəm. Hansı rəsmi sənədlər qəbul olunur, gələcəkdə bu bizim dövlətimizə, dünyaya nə verəcək, gənclərimiz üçün narahatçılıq tərbiyəsi, bu gənclər üçün hansı perspektivlər açıb, onunla bağlı bir neçə kəlmə danışmaq istəyirəm. Ümumiyyətlə, bu sahəsində bir neçə sənəd, rəsmi sənədlər bu, deməli, hərsi Ürəsman rayonunda var, tədbir haqqında məlumat verilir, hər bir məlumat bununla bağlı. Saatlı şəhərində, mən orada tədbir keçirəndə, maraqlı çoxlu suallar verirlər, maraqlanırdılar, bu nə idi, nə üçündür, bu tədbirin Azərbaycana nə xeyir olacaq, gənclərimizə nə faydası var, çox maraqlanırdılar. Keçən dəfə də istifadə olunub, 50 olan şəxslərin digər insanlarla bərabər şəkildə xidmətlərdən istifadə etmək imkanının yaradılmasıdır, inklüzivliyin yaradılmasıdır. Bununla bağlı bilirsiniz, Azərbaycan Respublikasının qanunvericiliyi də var, bu qanunvericidə məxsus olaraq əlilliyi olan şəxslərlə bağlı hansı tədbirlərin görülməsi, hansı şəraitin yaradılması, əlçatımlıqla bağlı tədbirlərlə bağlı məcburi şəkildə öhdələrin qoyulmasından haqqında konkret olaraq yazılır. Ona görə də deyirəm ki, bu hansı mən üçün maraqlıdır, hərdən söhbət edəndə bir mənə də ölkənin digər regionlarında. Bəs bu cür insanlar üçün narahat, əl çatımlı olmaq üçün, ictimai binalara daxil olunması üçün, normal təhsil almaq üçün, digər insanların əldə etdiyi, nail olduğu xidmətlərdən istifadə etmək üçün hansı imkanlar yaradılır?
Məsələn, biləsi var rayonunda, biləsi var şəhərində hansı imkanlar yaradır bu cür insanların elə imkanlardan istifadə, xidmətlərdən istifadə etmək üçün? Hansı imkanlar var? Məsələn, sizdə gəzlər evi var, varmı elə bir gəzlər? Oraların körüklərində zaten kimdə var mı? Gəzlər evində gənclərin, belə deyək, həmin əlilliyi olan, müəyyən problemləri olan gənclərin digər gənclər kimi bu və ya digər peşəyə yiyələnmək, təhsil almaq, xidmətlərdən istifadə etmək üçün nələr yaradır? Nə yaradır? Məsələn, saatlıda yaxşı şey dedilər mənə, bir neçə misal dedilər. Xoşuma gəldi ki, orada gənclər evi məşğuliyyətlər yaradırlar, seksiyalarda belə müəyyən peşələri öyrənməsi, rəssamlıqda məsələn hansı problemli gənclər orada fəaliyyət göstərir? Bax, sizdə bir dənə soruşum, autizm problemi olan gənclər var? Var. O autizm gəncləri sosiallaşma ilə bağlı hansı iş görür? Biz Azərbaycan cəmiyyəti elədik ki, valideynlər böyle problem olan uşaqları gizlədirlər. Buyurun. Bizdə psixolog var, gənclər evi. Həm uşaqlarda məşğul olunması üçün, onlarda məşğul olunması. Gənclər evi. Onlar gəl təkbədə məşğul olur. Digər gənclərə müsət olmur. Olur. Otizmli insanları seanslarda məktəblərə gedirlər onlarla olmaz. Yaxşı, bu digər məsələn, eşitmə qabiliyyəti, görmə qabiliyyəti də problem olan gənclər gəlib orada nə ilə məşğul ola bilər? Onlarla oynayırlar. Nə oynayır? Yaxda hansı xaricini öyrənmək, kompüter psixolog məşğul olmaq onun özünün problemi üçündür. Amma o gənci biz sosiallaşdırıb digər gənclər kimi... Yox, psixolog istənir. Psixolog insanın özü üçün var. Psixolog sənin məsələn depresiya düşürsənsə, ətrafdakı insanlarla ünsiyyət problemi varsa, özünü şəxsizdir. Amma psixolog sənə peşə öyrətir, psixolog sənət öyrətir, psixolog sənə hər hansı yeni davranış qaydalarını öyrətir. Psixolog sənin özünlə olan problemləri. Ona görə psixologun burada olmaz. Gənclər məsələn, kompleksi var, autist xəstəsidir, amma məsələn, digər gənclər ünsiyyət qurma problemi var. O psixolog onu sənə həvəsləndirir ki, elə insanların normal ünsiyyətidir. Yaxud da o psixolog o digər gənclərə öyrənməlidir ki, sənin kimi normal bir gəncdir. Onlarla çəkinməkdə. Bəzən valideynlər deyir ki, Down xəstəsidir, onunla ünsiyyət olur, uşaqlıqda çox keçici xəstəlik var. Yəni, psixolog əslində o insanlara lazım ki, o uşaqlardan qaçsın. Onlar psixolog, onlara psixoterapevt lazım ki, onların xəstəlik ki, elə uşaqlardan qaçırlar ki, elə uşaqların ünsiyyətdə olması təhlükəlidir. Əslində bu, amma sırf onların gələcəyə hazırlanması, gələcək üçün, məsələn, Bakıda bir kafe var. Sırf orada kafede işleyen uşaqların hamısı ya Down problemi var ya autizm problemi kafede hizmet göstərirlər. Artıq cəmiyyətə adaptasyon olur. Normal görürsən ki, autizmli ilə bağlıdır, strateji xətti. İkinci sənə şəhər əhalisinin hər birinin yaşayış, mənzil və sahələrinin təmin olunması, yüksək səviyyədə xidmət olunması, yüksək səviyyədə ən minimum səviyyədə xidmət olunması, nəqliyyat infrastrukturunun yaradılması və eyni zamanda yaşanlıq zonaların təmin edilməsi. Bu, həmin şəhər sağlığı ilə bağlı strateji istiqamətləri. Digər, bizim bununla bağlı Rusya'da bu hansı əlilliyi olan şəxslərlə bağlı əlilliyi olan şəxslər təkcə demək deyil ki, məsələn, ətraflarla bağlı yerimək imkanlarını məhkəmdir. Eyni zamanda mental əlillik də var, yəni tutaq ki, görmə qabiliyyəti, eşitmə qabiliyyətində problemlər olanlar var. Bunlar hamısı əlillik kateqoriyasına, həssas qruplar kateqoriyasına aidlər və hesab edirəm ki,
Bunların hamısıyla beraber ölkədə beynəlxalq standartlara uyğun olaraq Azərbaycan Respublikasının qəbul etdiyi qanunvericiliyə uyğun olaraq biz qaçqın və köçkün problemi yaşamış bir dövlətik. Müstəqilliyimizin ilk illərindən, hətta müstəqillik ərəfəsində belə qaçqın, daha sonra köçkün problemləri yaşadıq. Müstəqillik illərində yüz minlərlə insanlarımız qaçqın düşdülər, köçkün düşdülər, yurd yuvalarından qaçqın düşdülər və bunlar hər halda gənclər ola bilər, hatırlamaya bilərlər. Biraz yaşlı nəslin nümayəndələri ən azı elə biləsuvarda qaçqınların məşğullaşması, nə qədər əziyyət çəkiblər, çadır şəhərciklərinin olması, yadında olanlarımız var və bunların hamısı zamanla Azərbaycan dövləti öz üzərinə götürdü. Bunları necə deyirlər, məskunlaşdırdı, deyək ki, ərazilərdə onlara ev tikdi və yaxud da Bakı şəhərində ya haradasa şəhərciklər salmanla bunu həll elədi. Amma bunun əsas ağırlığı Bakı şəhəri üzərində düşdü o zaman və Bakı şəhərində də dövlət həll elədi, müəyyən mənada dövlət hansı formada elədi, 93-cü ildə, 93-94-cü illərdə yaranan bu köçkün qaçqın selində universitetlərin yataqxanaları, fabrik və zavodların yataqxanaları bu işlə insanların köməyinə, dövlətimizin köməyinə gəldi. Amma kim zərər gördü? Bu səfər tələbələr zərər gördülər, gənc fəhlələr, gənc ailələr zərər gördülər. Deməli, tək Azərbaycan torpaqlarının işğal olunmasından tək orada yaşamış yurttaşlarımız deyil, bütün millətimiz bu zərər gördü və son fəsadları da şəhərlərimizə yansıdı. Şükürlər olsun ki, son dövrlər dövlətimiz binalar tikməklə, şəhərciklər salmaqla bunu həll eləmişdi. 20-ci ildə isə bunu 20-23-cü illər arasında köklü həll elədik, torpaqlarımızı azad elədik. İndi tədricən insanlarımız ora qayıdır. Amma bütün bunların hamısının bir fəsadı var, bir necə deyərlər, buraxdığı izlər var. O da yenə şəhərlərə, rayonlara buraxdığı yan təsirləridir. Əsas məsələ bugün Ruhda da qeyd olunduğu kimi şəhər salmada ekologiya, çevrə nəzərdə tutulmalıdır, çevrə qorunmalıdır, insanların yaşıl enerjiyə çatanlığı, insanların rahatlığı və bunun kökündə nə durur? İnsanların sağlam, uzun ömür yaşaması durur, gənclərin xoşbəxt yaşaması durur, gənclərin sabah müstəqil həyatda davam edən zaman ailə qurmasında, necə deyərlər, ailənin böyütməsində, övlad dünyaya gətirməsində bunların hamısı öz rolunu pozitiv cəhətdən, müsbət cəhətdən göstərməlidir. Amma bugün hamımızın bildiyimiz kimi biz iqlim dəyişikliklərinin içərisindəyik, daha doğrusu iqlim dəyişikliklərini ciddi şəkildə hiss edirik. Ola bilər ki, siz Biləsuvarda oturmuşsunuz, hər zaman qışı mülayim, yayı isti keçib, bilirsiniz, belə bir ərazidə yaşayırsınız, amma elə ərazilər var ki, orada artıq xeyli vaxtdır bu istilərin təsirində əvvəllər istilənirlər, indi istilənlər başlayırlar. Bunların hamısının səbəbi nədir? Mən qaytarmaq istəyirəm bunu özümüzün üzərimizdə. Bir fərqindəlik olmalıdır, buna fərqindəlik, biganə olmamaq məsələsi var. Nədir bunu yaradan səhralaşma, nədir bunu yaradan betonlaşma, həmən bufların da keçirilməsində əsas məsələlərdən biri odur ki, betonlaşma azalmalıdır, yaşıl enerjiyə, yaşıllaşmaya üstünlük verilməlidir və bu şəhər salmada insanlar rahat olmalıdır, insanlar rahat nəfəs almalıdırlar, bu istixana effekti olan havadan boğulmamalıdırlar. İndi yenə deyirəm, rayonlarda yaşam tərzi biraz fərqlidir, şəhərlərdə, xüsusən Bakı şəhərində daha ağırdır. Quru, rütubətli, isti hava və gecələri onun istisindən insanlar nəfəs ala bilmir, hər cürə sıxıntılar yaşayır və bunların sonunda dövlətə, hökumətə böyük zərər verməməsi üçün, yəni insanların sağlığının yaxşılaşması üçün dövlət bu barədə ciddi tədbirlər alır və yaxud da almaqdadır. Mən hesab edirəm ki, bugün iqlim dəyişiklikləri fonunda danışanda mütləq bir geriyə baxmalıyıq. Biz oxumuşuq, dərsliklərdən də oxumuşsunuz, bilirsiniz, dünyada buzlaq dövrləri keçibdir, istiləşmə dövrləri keçibdir. Dünya müxtəlif
proseslərdən keçib və həmin proseslər dayanmır. Yer kürəsində necə ki, birinci, ikinci buzlaşma, böyük buzlaşma, kiçik buzlaşma dövrü keçib, dinozavrların qırıldığı, nəsli kəsildiyi dövrü keçib. Yəni, dünya bir çox şeylərdən keçib və bugün deyək ki, Sibirdə kömürün yaranması, bir çox ərazilərdə kömür ehtiyatlarının yaranması, kömür həmən o buzlaşmanın nəticəsində orada yaranmış kömürlərdir ki, bugün istifadə olunur. Artıq o kömür fosil yanacaq kimi əlavə bizə zərər verməyə başlayıb. Yəni, karbon dioksidin səviyyəsini artırır, insanları zəhərləyir və s. və ilaxır. Bunun nəticəsində də qlobal istiləşmə başlayır. Qlobal istiləşmədə böyük dövlətlərin, Çin, Amerika Birləşmiş Ştatları, İngiltərə, Rusiya kimi böyük sənaye dövlətlərinin, ağır sənaye dövlətlərinin rolu çox böyükdür, zərər baxımından, negativ baxımından bunların rolu çox böyükdür. Onlar deyirsiniz ki, Çin özünə zərər verir də, bizə zərər vermir, amma nə yazıqlar olsun ki, atmosferdə hava sirkulyasiya edir və dünyanın dörd bir tərəfinə təsir edir. İstər nüvə zavodlarının partlayışında biz bunu görürük, istərsə də hava axıntılarında bəzən deyirlər ki, ay bura nə bilim, qırmızı bum yağdı, qırmızı yağış yağdı, bunlar hamısı atmosfer sirkulyasiyasının təsiridir. Və bunlardan qorunmaq üçün birinci növbədə nə olmalıdır? Fərqindəlik, yəni o biganəlik olmamalıdır. Biz ətraf mühitə hər birimiz diqqətli olmalıyıq. Bir ağacın qırılması gələcək bir səhralaşmaya yol açmaq deməkdir. Ona görə də bunlar olmasın deyə hamımız diqqətli olmalıyıq. Dediyim kimi, dünyada proseslər dayanmayır, yer kürəsində proseslər dayanmayır. Bugün Afrikanın parçalanması haqqında yəqin oxuyursunuz, Afrika parçalanır. Yəni, qitə olaraq, materik olaraq parçalanmaqdadır. Fay xəttləri, zərbələrdən oxuyursunuz, seismologiyadan bilirsiniz, azdan çoxdan yəqin ki, o fay xəttləri o deməkdir ki, dünya sağa, sola, şimala, cənuba, qərbə yavaş-yavaş parçalanmaqda, dağılmaqdadır və yaxud da birləşməkdədir. Qafqaz dağları yüksəlir, bəzi dağlar enməyə başlayır. Dünyada proses gedir, vulkanlar baş verir, vulkanlar xeyli istiləşməyə təsir edir, zərər verir. Sellərlə insanlar olur, şimal və cənub qütblərində istiləşmədən buzlaqlar əriyir və orada təbiət dəyişir. Təbiətin dəyişməsini biz deyirik ki, şimal qütbündə hər hansı bir buzlağın əriməsinin tundraya zərər olsun, bizə niyə zərər olsun və yaxud da Antarktidada buzlaqların əriməsinin, Qrenlandiyada buzlaqların əriməsinin bizə nə var? Bizim Xəzər dənizimiz quruyur, amma deyirsiniz ki, okean səviyyəsi qalxır. Və bunlar hamısı bir-biri ilə bağlantılıdır. Çünki dediyimiz kimi bu kürə şəklində olan yerimiz, yer kürəmiz hər yandan bir-birinə bağlantılıdır. Deyək ki, Azərbaycan bu dəqiqə Azor maksimumun təsiri altındadır. Atlantik okeanından daxil olan isti havalar yayda bizə təsir edir. Yəni, bazisilə soyuq hava təsir edir. Bu baxımdan sözün kökü odur ki, biz yaşadığımız yeri qorumalıyıq, sevməliyik, dəstəkləməliyik. İstər deyildiyi kimi bədənsəl problemi olan, sağlıq problemi olan və yaxud da olmayan hər kəsə diqqət göstərməliyik, bir-birimizə saygı göstərməliyik və çevrəyə, təbiətə saygı göstərməliyik. Çünki bugün ancaq sosial mediada, nə bilim, hansısa bir mətbuatda oxuyuruq və bunun təsiri altına düşürük. Halbuki, baxsaq, özümüz burada bir dənə ağacı kəsməklə nə qədər nəyəsə səbəbkar oluruq və yaxud da bir ağacın yaratdığı mikroklimatda ancaq biz deyil, orada olan canlı bu ekosistem deyilən şey, bir ağacın belə özünün ekosistemi var, orada olan həşərat, orada olan canlı bizə nə verir, nə edir, biz bunlara diqqət eləməliyik. Biz vəhşi təbiətin iç-içə yaşaya bilmirik böyük şəhərlərdə. Böyük şəhərlərdə, ki, Bakı kimi şəhərdə artıq bir çox yerlərdə vəhşi təbiətin iz qalmır. Biraz əvvəl mənə jurnalistlər sual vermək lazımdır, bildirmək lazımdır və sizin, deyək ki, yerli icra hakimiyyəti, bələdiyyə hər hansı bir layihə təşkil edirsə, o layihələrdə inklüzivlik olaraq burada da keçir o ifadə, orada iştirak edilmək, orada sizin də fikrinizin nəzərə alınması, o sakinlərin fikrinin nəzərə alınması çox önəmlidir. Təcrübəli insanların fikrinin
nəzərə alınması çox önəmlidir. Çünki məsəl üçün Biləsuvarın bir dənə çayı var da, bir dənə çay Biləsuvardan axır, şükürlər olsun ki, bu var. Onun yaratdığı o havadan Biləsuvar şəhərinin hər tərəfində insanlar faydasını görsə yaxşı olur. Bu baxımdan fərqindəlik önəmlidir. Biganə olmayan, təbiətə diqqətli olan və çalışaq öz həyətlərimizdə, məsələn, həyət evlərimiz var, Xüsusən rayonun evlərində o metal konstruksiyalı həyət evləri var. O istinin altında insanlar əzilirlər, şuadan günlər olurlar. Onun yerində, misal üçün, hər hansı bir yaşıllıqla bağlanan, hər hansı bir yaşıl örtü ilə bağlanan olsa daha yaxşı olar, sərinlik verər. O metal konstruksiyalar mütləq havanı qızdırır və o hava qızan hava yuxarı qaldır. Sabah 7-dən bizim hərarətimizi, şəhərimizin, məkanımızın hərarətini qaldırır. Bizdə quraqlığa səbəb olur, bizdə başqa problemlərə səbəb olur. Ona görə mən sizi çox yormaq istəmirəm. İstənilən sualınıza cavab verməyə, necə deyirlər, hazırım, imkanımı eləməyə hazırım. Buyurun, sizlərdən sual və təkliflər göndürür. Çünki keçən dəfə də danışmışım, mən o yağış sularından falandan danışır sizi. Yormaq istəmirəm və təkrarlığa yol vermək istəmirəm. Mənim bugünkü sizə dediyim, məsələn, başqa yerdə bunu deməmişdim, sizə deyiləm, fərqindəlik vacibdir. Sizə təklif edirəm, fərqindəliyə diqqət edin, biganəlikdən uzaq olun. İstər təbiətdə, istər ailəyə, istər cəmiyyətə biganəlikdən uzaq olun, bir-birimizdən sıxı tutunun. Çünki biz sıxı tutunduq ki, Qarabağımızı azad elədik, torpağımızı bütövləşdik. Biz sıxı tutunduq ki, dövlətimiz müstəqil oldu. İndi də sıxı tutunuq, fərqində olmaqla həm dövlətimizi bu quraqlıq şeylərindən keçirəcəyik, qlobal istiləşmənin qorxusundan, böhrandan keçirəcəyik, həm də dövlətimizi gələcəyə daşımaqda siz gəncləri yerlə deyilən rol alacaq. Təşəkkür edirəm. Buyurun, sual olanlar. Səhər-sahma ilə bağlı belə söz deyim, yəni indi boş sahələr çoxdur Biləsuvarda. Məsələn, yaşayış kompleksləri və yaxud da bütün şəhərlərdə olduğu kimi kolleclər var. Biləsuvarda niyə olmasın? Və kollec və niyə olmasın ki? Baxın, boş sahələr və yaxud da şəhər salmaları çox maraqlı bir məsələ olur. Ümumiyyətlə, məskunlaşma düzgün aparılmayanda hər şey başlayar deyir. Həm də deyir ki, məsələn, regionun inkişaf olması haqqında bugün hökumət üzərində işləyir yəqin ki, müxtəlif regionlar nə üzərində bazası hesablanmalıdır, orada uyğun sizin dediyiniz kolleclər, peşə məktəbləri və yaxud da hər hansı bir universitetin filialı və yaxud da universitetin özü açılmalıdır ki, bura inkişaf edilsin. Məsələn, bizim illər əvvəl gəncliyimizdə də öyrəndiyimiz bir şey vardır ki, Avstraliyada kənd evləri yoxdur. Hamı şəhərdə yaşayır. Çünki orada inkişaf belə idi ki, sahə əkinə, içinə saxlanırdı. Alması üçün də dövlət, hökumət o barədə düşünməlidir. Mən sizinlə razıyam. Yəni, baza varsa, tələbat varsa, mütləq ərazi bir kollec, peşə məktəbi və yaxud da bir universitet olmalıdır. Bu özü inkişaf edəcək. Amma bundan daha vacib, deyək ki, bilim texnoloji mərkəzləri, müəyyən təhsil mərkəzləri mütləq olmalıdır ki, bizi inkişaf edəcək, gələcəyə çatdıracaq bilim və texnologiyadır, elm texnologiyadır. Biz təhsilimizə diqqət eləməsək, əlbəttə ki, necə deyirlər, üzülərək əlimizi yerilir. Olayla sualınız dünya tarixində şəhərlər tutaq ki, elə salınmıydı. Gəlin burada şəhər salaq. Elə bir mənzib olmuyor. Tutaq Səmətən şəhəri ticarət yolunun mərkəzində olur. Əvvəl İpək yolu. Ticarət yolu, sonra İpək yolu və s. başqa yollar olur. Ticarət mərkəzi o şəhər başlayıb inkişaf edir. Tutaq ki, Bakı balaca bir kənd. Məsələn, Gəncə, Qəbələ, Bərdə, olanda Bakı şəhər bölür. Orada neft yataqları tapıldı, yavaş-yavaş insanlar orada neft çıxartdılar və şəhər siyasi sənayləşmə getdi, bunlar qazanıldı, bir şey o gələkdən ahali axdı, Rusiyanın özündən. Siz maraqlı bir fakt deyim. İndi bizim Azərbaycanlılar Rusiya işləməyə deyirlər. İnanın ki, 20-ci əsrin əvvəllərindən Rusiyadan Azərbaycanı işləməyə gəldilər.
Gəlib elə yox, süpürgəçi, nə bilim, yük daşıyan ki, Bakı o qədər inkişaf edildi, iş yerləri çox edildi və əksinə, bəzi şəhərlər var ki, tarix boyu. Məsələn, Chicago, Amerikanın ən məşhur şəhərlərindən biri, avtomobil qayırma şəhəridir, avtomobil istehsal şəhəri. Bugün Chicago şəhəri getdikcə çoxsalır. Çünki həmin şəhərdə istehsal yükü azalır, Amerika avtomobillərinin belə deyək ki, satış qabiliyyəti azalır, istehsal yükü azalır, zavodlar bağlanır və yavaş-yavaş. Mənim yadıma gəlir, bax, dediniz yadıma bir şey düşdü. Bu İran sərhədi təzə açılanda, biləsiniz, orada bir məşhur bazar var, İran bazarı, yolun üstündə. Haradasa bir, amma o bütün Bakını bıraxır, gəlirlər, buradan alırlar, aparırlar, bir buradaydı, bir də haradasa gəlib, Cəllabadda, iki dənə yerdə məşhur İran bazarı var. Bütün zamanı gəlib, buradan alırlar, aparırlar. Bəli, söhbətin, o bazarı həmin o təmkin etsəydi, o təmkin var idi. Biləsi var, çox böyük işə bilər. Təəssüf ki, bazarı başqa istiqamətə yönəltdi. Yəni, biləsi var, yenə abırlıdır. O tərəfdərilərdə başladılar, o qazaq məzun gətirmirlər, o zəhrimardan gətirirlər. Ona görə məcbur olan sərhədləri bağlamalı. Biri var, tonlarla gətirib budal verəcək, bir də var cibində gətirib, ondan 5 dəfə artıq budacaq. Söhbət ondan gedir ki, əgər o normal ticarət, normal olsaydı, həmin o formada biraz var, böyüyərdi, inkişaf edərdi. Çin'i görürsünüz, Çin 30 il, 40 il bundan qabaq geridə qalmış bir ölkədir. Bu illərin həmin o, dünyanın bütün brendlərini istehsal edib, dünyanın ən inkişaf edilmişdir. Budur məsələ bunlar. Başqa kimi məsələ var? O sizdə istəyirəm, öz aramızda. Əksinə, elə uşaqları, digər uşaqlarla bir yerdə yetişdirmək lazımdır. Digər uşaqları da tərbiyə eləmək lazımdır ki, o uşaqlara sosyal münasibət görsün. Söz diğer ekspertimiz gösteriş marketing sadece fotoğrafı. Hər vaxtınız xeyir, hoş gördünüz. Belə aktiv, belə fəal insanların yanında danışmaq həm məsuliyyətli deyil, həm də sevindim. Bəlkə öncə bu proqramdan danışaq, bu konuşdan danışaq. Bu fur yaradan BMT-dir, BMT-nin məskunlaşma proqramıdır, bölümüdür, belə deyək və səbəbləri var. Səbəb nədir? Birincisi, insanlar dünyada İkinci Dünya Müharibəsindən daha çox zevkləndilər, qaçqın düşdülər. Bilirsiniz ki, milyonlarla, 30 milyonlarla insan həyatını itirdi və milyonlarla da insanlar qaçqın düşdü. Bu baxımdan BMT yarandıqdan sonra da o fəsadlar qalırdı. Daha sonraki illərdə müharibələr, geçən əsrin 50-ci illərində, 60-cı illərində olan müharibələr və qaçqın həyatın yaşanması. Nəhayət ki, bu əsrin əvvəlində 2001-ci ildə Birləşmiş Millətlər Təşkilatı bu kaotik miqrasiyanı, o qaçqın hərəkatını idarə etmək haqqında qərara gəldi və WUF konferanslarını təşkilləməyə başladı. 2 ildə bir keçirilən konferansın bu il 13-cüsü may ayında keçirildi, Bakıda oldu. Və bu nədir? Birinci növbədə həmən o qaçqın miqrasiyasının idarə olunması, artı böyüyən şəhərlərdə insanların bir dam altında, hər bir vətəndaşın bir dam altında yaşama hüququnun olduğunu nəzərə alaraq onların təmin olunması, şəraitinin yaradılması, sanitar, higienik və ekoloji və bir çox sahələrin təmin olunmasını bu proqram öz üzərinə götürməsə də onu yönləndirən layihələr hazırlayıb sunmaqdadır, təklif edilməkdədir və Azərbaycanda bunun keçirilməsi Əhməd Ayaq sağlam. Niyə? Ona görə iş yaratmalı, daha çox bu qazanmaq. Biləsi var ya, bu günlərim inşallah düşünürəm ki, nə vaxtsa müəyyən bir iqtisadi çaklar inkişaf edir, zavodlar və s. indi eşitdiyimə görə burada
İstilik alternatif enerjiyle nəsə zavod tikilir, güneş panelləri və s. və s. Və bu işlədikcə ən azı ama yerde olan şəhərin artımında kifayətlidir. Hə. Şimdi nəsə sualı var? Yoxdur. Hə. Bir dənə də söz deyim. Biz bunu unutduq deməyə, yəni təşkilatın rəhbərliyi Toğrul bəy, mən sadəcə ekspertəm. Bu təşkilatın layihənin həyata keçirilməsində dəstək olan Azərbaycan Respublikası, Azərbaycan Dövlət Dəstəyi Agentliyi var, QHT-lərə dövlət dəstəyi və bu yaşayan bilən bilsiniz nə ilə bilən BP, British Petroleum bilən. Yani London'da, baş ofisləri London'dadır. Azərbaycandakı layihələrin həyata keçirilməsində marağı var ki, bununla bağlı, yəni maliyyənin bir hissəsini onlar verirlər ki, yəni təsəvvür edirsiniz ki, birdən British Petroleum'dur, milyonlarla pul veriblər, yox. Sadəcə bu tədbirlərin keçirilməsi üçün British Petroleum deyəndə adamın gözünə sırası 6-7 rəqəmli məbləğlər gəlir. Amma hər halda təşəkkür edirik həmin iki təşkilata da ki, bizim Rezonans Gənclər İctimai Birliyinin layihəsini Şirkətimizin icraçı direktoru Məhəmməd Əliyev verirəm. Öncəliklə icra hakimiyyətinin əməkdaşları başda olmaqda bütün iştirakçıları iştirak etdiklərini görə təşəkkürümüzü bildiririk. Biz ümid edirik ki, keçirdiyimiz tədbirdə həm öncəki həm bugünkü tədbirlərdə danışdığımız mövzular hər bir gəncə, həm də orada yaşayan şəxslərə müsbət həyatlarında dəyişikliklər olurlar. İkinci mövzu təşkil etdiyimiz kimi şəhərlərdə bir insanın davranış aləmində də formalaşan bir mövzudur. Təhsil onunla bağlı olaraq da deyil, Rezonans Gənclər İctimai Birliyi başqa mövzularda da layihələr həyata keçirdi. Gənclər əgər bizim təşkilatımızda üzv olmaq istəsələr və yaxud bizim aktiv könüllülərdən olmaq istəsələr, tədbirin sonunda bizimlə əlaqə saxlaya bilərlər ki, onları əlaqə edərik. Və bundan əlavə olaraq qeyd etmək istəyirik ki, hər bir həyatın müqaribinizdə, ərazinizdə bəzi mənfiliklər, boşluqlar olur ki, gənclər olaraq siz bunları həm işıqlandırılması üçün, həm də hərbi yolunda həm həll yollarınızı, həm də ki, problemi çəkərək və yaxud bizə qeyd edərək ünvanlaya bilərsiniz ki, biz də sizə bu mövzuda maksimum köməkliyi göstərək. Biz sizin nömrələrinizi qeyd etmişik, amma tədbir sonunda qrupa əlavə olmaq istəyən şəxslər özləri şəxsən bizə yaxınlaşar, zəhmət olmasa. Başqa bir sualınız yoxdursa, biz yekunlaşdırmaq istəyirik. Siz tədbir sonunda bizə yaxınlaşarsınız. Çox sağ olun. Ben dedim ki, belki teklifi dinler, misafirine deyəndə ki, kimin yoksa görsən, atsın bizə şəkillərini. Ben de deyirəm ki, sizin bütün Biləsuvar Respublikada məşhurlaşdıracaqlar ki, bu şəhərdə bu problemlər var. Ondan sonra Biləsuvar hər yerdə tanınacaq. Əslində bu zarafatdır. Mən əminəm ki, Biləsuvarın rəhbərliyi, icra başçısı da mən şəxsən tanıdım ki, Biləsuvarda istənilən bir problemin həlli üçün istənilən yollarla həll olunmasına razıdırlar. Yəni, ictimai fəallıq olsun, dövlət tərəfindən müəyyən maliyyələşmə və s. olsun, bunlarla bağlı hər şeylər hazırlar. Çox sağ olun, gəldiniz. Hamınız sağ olun, gəldiniz. Mən Rezonans Gənclər İctimai Birliyinin sədri Abbas bəy Qoğulu. Bugünkü layihəmizin mövzusu gənclərin inkluziv şəhər təşəbbüsləridir. Layihənin mövzusuna keçmədən əvvəl təşkilat haqqında çox qısa bir məlumat vermək istəyirəm. Təşkilatımız bugünə qədər 30-a yaxın layihə həyata keçirilmişdir. Təşkilatımız 20 ilə yaxındır ki, fəaliyyət göstərir. Bir çox layihələr həyata keçirilmişdir. Bunların mövzuları əsasən gənclər üzərində olmuşdur. Gənclərin sağlam həyatın təşviqi, gənclərin sosial adaptasiyası, eyni zamanda gənclərin hüquqlarının müdafiəsidir. Bununla birlikdə idarə heyətimiz olaraq 2024-cü ildə keçirilən prezident seçkilərində də müşavirəçi olaraq fəaliyyət göstərmişdik. Mən özüm isə 2024-cü ildə idarə heyətimiz tərəfindən sədr təmin edilmişəm. 2 ildir ki, həyata keçirdiyimiz layihələrdə mən rəhbərlik göstərirəm. Bugünkü mövzumuz isə gənclərin inkluziv şəhər təşəbbüsləridəki bizim hədəfimiz və məqsədimiz Bakı, Biləsuvar, Saatlı kimi rayonlarda ekoloji dağılımları artırmaq və bununla bağlı Biləsuvarda bizim ikinci tədbirimizdir bu mövzuda. Bəziləriniz ilk dəfədir, bəziləriniz isə ikinci dəfə iştirak edirsiniz. Bu tədbiri təşkil edilməyə görə və biz üçün bir gözəl məkan ayrılığına görə və sizləri burada dəvət eləməkdə
bu sahədə çox ciddi dəstək olduğuna görə Nəsibə rayonumuzun hakimiyyətinə və eyni zamanda bizim əsas burada tərəfdaşımız, dostumuz Ziya müəllimə təşəkkür edirəm. Əziyyət oğlu çəkib bizləri dəvət edirlər. Deyildiyi kimi layihənin tərkibində olan bu fəaliyyət ikisini dəfədə danışmışdım, amma əslində bizim tədbirlərimiz iki hissədən ibarətdir. Birinci hissədə biz ümumi hüquqla bağlı məlumat verdik. İkinci hissədə bunun nəticələri və qəbul olunmuş sənədlər haqqında məlumat veririk. Amma burada qeyri-adi insanlar olduğuna görə birinci dəfə yurtdakı gələnlər üçün əgər ehtiyac olsa, bəzi məlumatlarından haqqında mən məlumat verərəm ki, sizin də bu sahədə az-çox məlumatınız olsun. Və bilirsiniz ki, ölkədə beynəlxalq əhəmiyyətli bir neçə ildir ki, dalbadal tədbirlər keçirilir. Keçən il nə tədbiri keçirilmişdi? Kimi yadımdadır? Keçən bilən olanlar da, ikisində olanlar da qatıla bilərlər. Keçən il beynəlxalq əhəmiyyətli hansı tədbir keçirilir ölkədə? KOP. Keçən il KOP idi. KOP nə ilə bağlı idi? Sonra da böyle yaxşı bir tərəf var ki, insanın beynini aktivləşməyə və yaddaşını təzələməyə. KOP nə ilə bağlı oldu? KOP ətraf mühitinin qorunması, ekoloji təhlükəsizlik və s. ilə bağlı oldu. Ölülərin də eyni zamanda bu bağlıdır. Siz soruşsam ki, Avropa oyunlarını keçirməyə yadınızdadır, mən əminəm ki, hamımızın yadındadır, elə mi? Bakıda Avropa İslam oyunlarını keçirməyə yadınızdadır mı? Yadınızdadır. Çünki onunla bağlı imanlı və s. televiziyalar və s. məlumat verir, biz maraqlanırsınız, amma çünki tədbirlərdə təəssüf ki, az maraqlanırıq. Ona görə də biz və ölkənin müvafiq strukturları qərara gəldik ki, bununla bağlı maarifləndirmə tədbirləri keçirir. Əslində, bu maarifləndirilməsi, bunun haqqında məlumatlıq ölkənin Bakı şəhərində çox yaxşı bilirlər, nə ilə bağlı, necə tədbirdir. Təəssüf ki, regionlarda bununla bağlı məlumatlıq yoxdur, həm bizim strukturların səhvil ola bilər, bu insanların səhvil olmaları, informasiya vətənə səhvil ola bilər. Amma hər arada bir çalışıq ki, boşluğu aralar var. Çünki Azərbaycan cəmiyyəti vahid cəmiyyətdir, təkcə Bakıdan ibarətdir, bütün regionlardan da ibarətdir. Ölkədə baş verən proseslərdən bütün region ahalisi xəbər tutmalıdır və biz o boşluğu doldurmağa nəzər aldıq. Amma məhz Nəsibə rayonunun mən ikisi də öyle demişdim, seçməyini biz özümüz seçmişik. Yəni ki, biz rayon regionları seçmək imkanlarımız var idi. Ölkənin birçok regionlarında bir tədbir keçirik. O cümlədən də Nəsibə rayonunda bir tədbiri keçirik. Mən ilk dəfə Nəsibə rayonunda bir fayda məlumatı gəldim. 5-6 numara. Yox, 20 nə var? Yəni o 6-cı il. Bax, ilk dəfə Fahim müəllim icra başçısı gələndə mən bura birinci tədbiri təyin edirdik ki, o vaxta qədər Nəsibə rayonunda biz belə bu sahib olacaq. Bu tədbiri dünyada şəhərsalma ilə bağlı, şəhərsalma və məskunlaşma ilə bağlı bir problemin həll istiqamətində beynəlxalq səviyyədə müzakirələr və bununla bağlı gələcəkdə atılacaq addımlarla bağlıdır. Bilirsiniz ki, dünyada şəhərləşmə prosesi gedir, İslami şəhərdə şəhərlər böyüyür, çoxlu sayı milyonlarla ahalisi olan şəhərlər var. Şəhərlərdə yaşayan insanların yaşaması üçün şəraitdə problemlər yaranır. Tutaq ki, 1 milyon şəhər ahali üçün nəzərə tutulmuş şəhərin infrastrukturu birdən-birə 5 milyon, 6 milyona çatanda həmin infrastruktur olan öhdəsindən gəlir. Qeyri-qanuni tikilmiş yaşayış sahələri əmələ gəlir. Azərbaycanı görə müavinlər gəlsin.
regionlardan şəhərlərə axın olur, onlar məskunlaşmaq üçün qeyri-qanuni evlər tikirlər, gecə qondular tikirlər və gecə qonduları kommunal xidmətləri ilə təchiz etmək üçün, su, elektrik və s. təchiz etmək üçün qeyri-qanuni qoşulmalar olur, həmin o xətlərə yüklərlərin sayı artır, kanalizasiya, su, qaz xətlər problemlər yaradır və bu bütün dünya maçlarında bu proses geçdiyinə görə siz, mən deyirəm, demişəm bəlkə də hər halda, burada bəlkə də bir dənə deyirəm. Bu problem Azərbaycanla bağlı problem. Elə bilməyin ki, mən Azərbaycanla bağlı. Bu, Amerika Birləşmiş Ştatlarında da bu problem. Avropanın ən bəhkədən ölkəsində də var, Afrikada da var. Bu, dövlətin inkişafından, pulundan, varından, dövlətindən asılı olan bir problemdir. Bu, şəhərləşmə problemi dünya məhdudlaşdığı problemidir. Və dövlətin varlı olmalı. Tutaq ki, Amerikada deyə bilərsiniz ki, artıq orada artıq insanlar çoxdan məhdudlaşırlar, orada imkanlar genişdir. Xeyr, orada da xarici ölkələrdən axın var. Latin Amerikası ölkələrindən və s. axın var. İstər-istəməz Meksikadan, Latin Amerikasından gələn şəhərlər əksəriyyəti şəhərlərdə yerləşirlər. Digər Avropa ölkələrində də eyni zamanda yaxın şərq ölkələrindən konfliktlərlə bağlı qaçqınlar, köçkünlər, Ukraynadan qaçqınlar və onların da əksəriyyəti şəhərə yükləşə gedirsə, şəhərin çəkisi artıq ağırlaşma gedir və şəhərin həmin əhalinin xidmət etmək üçün, onların normal şərait yaratmaq üçün problem yaradır. Və bu məqsədlə də bu hususu təşkil edir ki, dövlətlər bir-birinə kömək eləsinlər, şəhər salma ilə və s. Mən də o şəhər salmanın hansı aspektləri var, hansı üstünlüklərimiz, ayrılımlar haqqında danışmaq istəyirəm. Mən bu bizim fond üçün əldə etdiyi nəticələr və gələcək perspektivlər haqqında danışmaq istəyirəm. Hansı rəsmi sənədlər qəbul olunur, gələcəkdə bu bizim dövlətimizə, dünyaya nə verəcək, gənclərimiz üçün narahatçılıq təbii ki, bu gənclər üçün hansı perspektivlər açır, onunla bağlı bir neçə kəlmə danışmaq istəyirəm. Ümumiyyətlə, bu sahəsində bir neçə sənəd, rəsmi sənəd verir. Bu, deməli, hərsi Birləşmə rayada var, tədbir haqqında məlumat verilir, hər bir məlumatla bağlı. Saatlı şəhərində, mən orada tədbir keçirəndə, maraqlı çoxlu suallar verirlər, maraqlanırdılar, bu nə edir, nə üçündür, bu tədbirin Azərbaycana nə xeyir olacaq, gənclərimizə nə faydası var, çox maraqlanırdılar. Keçən dəfə də bu istifadə olunur, 50 olan şəxslərin digər insanlarla bərabər şəkildə xidmətlərdən istifadə etmək imkanının yaradılmasıdır, inklüzivliyin yaradılmasıdır. Bununla bağlı bilirsiniz, Azərbaycan Respublikasının qanunvericiliyi də var, bu qanunvericidə məxsus olaraq əlilliyi olan şəxslərlə bağlı hansı tədbirlərin görülməsi və hansı şəraitin yaradılması, əlçatırlıqla bağlı tədbirlərlə bağlı məcburi şəkildə öhdələrin qoyulmasından haqqında konkret olaraq yazılır. Ona görə də deyirəm ki, bu hansı mənim üçün maraqlıdır, hərdən söhbət edəndə bir mənə də ölkənin digər regionlarında. Bəs bu cür insanlar üçün narahat, əlçatımlı olmaq üçün, ictimai binalara daxil olunması üçün, normal təhsil almaq üçün, digər insanların əldə etdiyi, nail olduğu xidmətlərdən istifadə eləmək üçün hansı imkanlar yaradır? Məsələn, Biləsuvar rayonunda, Biləsuvar şəhərində hansı imkanlar yaradır bu cür insanların elə imkanlardan istifadə, xidmətlərdən istifadə eləmək üçün? Hansı imkanlar var? Sizdə gəzlər evi var, var mı evi gəzlər? Oraların köylülərindən zaten kimsə var mı? Gəzlər evində gənclərin, belə deyək, həmin əlilliyi olan, müəyyən problemləri olan gənclərin, digər gənclər kimi bu və ya digər peşəyə yiyələnmək, təhsil almaq, xidmətlərdən istifadə etmək üçün nələr yaradır? Nə yaradır? Məsələn, saatında yaxşı şey dedilər mənə, bir neçə misal dedilər. Xoşuma gəldi ki, orada gənclər evi məşğuliyyətlər yaradırlar, seksiyalarda belə müəyyən peşələri öyrənməsi,
Rəssamlıqda. Rəssamlıqda. Rəssamlıqda məsələn hansı problemli gənclər orada fəaliyyət göstərir? Bax sizdə bir dənə soruşum. Autizm problemi olan gənclər var. Var. O autizm gənclərin sosiallaşma ilə bağlı hansı iş görür? Biz Azərbaycan cəmiyyəti elədik ki, valideynlər böyle problem olan uşaqları gizlədirlər. Hə, buyurun. Bizdə psixoloq var, gənclər evi. Həm uşaqlarda məşğul olunması üçün, xüsusi meyvələrdə məşğul olunması. Gənclər evi. Bəli, psixoloq evi. Onlar gəl təkbədə məşğul olur. Digər gənclərlə müsət olmur. Olur. Otizmli insanları seanslarda Məktəblərə gedirlər onlarla olmaz. Yaxşı, bu gənclər digər məsələn eşitmə qabiliyyəti, görmə qabiliyyəti də problem olan gənclər gəlib orada nə ilə məşğul ola bilər? Nə oynuyor? Yaxda hansı xaricini öyrənmək, kompüter psixolog məşğul olmaq onun özünün problemi üçündür. Amma bu gənci biz sosiallaşdırıb digər gənclər kimi psixolog bizlərdir. Psixolog insanın özü üçün var. Psixolog sənin məsələn depressiya düşürsənsə, ətrafdakı insanlarla ünsiyyət problemi varsa, özünün şəxsini. Amma psixolog sənə peşə öyrətmir, psixolog sənə sənət öyrətmir, psixolog sənə hər hansı yeni davranış qaydaları öyrətmir. Psixolog sənin özünlə olan problemi təhlil edir. Ona görə psixologun burada olmaz. Gənclər məsələn, kompleksi var, autist xəstəsi amma məsələn, digər gənclər ünsiyyət qurmaq problemi var. O psixolog onu sənə həvəsləndirir ki, evet, insanların normal ünsiyyətidir. Yaxud da o psixolog o digər gənclərə öyrənməlidir ki, o sənin kimi normal bir gəncdir. Onlarla çəkinməkdə. Bəzən valideynlər deyir ki, Down xəstəsidir, onunla ünsiyyət olur, uşaqlıqda çox keçici xəstəliyi var. Yəni, psixolog əslində o insanlara lazımdır ki, o uşaqlardan qaçsın. Onlar psixolog deyil, onlara psixoterapevt lazım ki, onların xəstəliyi elə uşaqlardan qaçırlar ki, uşaqların ünsiyyətdə olması təhlükəlidir. Əslində bu, amma sırf onların gələcəyə hazırlanması, gələcək üçün, məsələn, Bakıda bir kafe var. Sırf orada kafede işleyen uşaqların hamısı ya Down problemi var ya autizm problemidir. Kafede hizmet göstərirlər. Artıq cəmiyyətə adaptasyon olur. Normal görürsən ki, bizimlə ilə bağlıdır, strateji xətti. İkinci sənə şəhər əhalisinin hər birinin yaşayış, mənzil və sahələrə təmin olunması, yüksək səviyyədə xidmət olunması, yüksək səviyyədə ən minimum səviyyədə xidmət olunması, nəqliyyat infrastrukturunun yaradılması və eyni zamanda yaşanlıq zonalarının təmin olunması. Bu, həmin şəhər sağlığı ilə bağlı strateji istiqamətlərdir. Digər, bizim bununla bağlı bir hansı əlilliyi olan şəxslərlə bağlı əlilliyi olan şəxslər təkcə demək deyil ki, ətraflarla bağlı yerimək imkanlarını məhduddur. Eyni zamanda mental əlillik də var, yəni tutaq ki, görmə qabiliyyəti, eşitmə qabiliyyətində problemlər olanlar var. Bunlar hamısı əlillik kateqoriyasına, həssas qruplar kateqoriyasına aidlər və hesab edirəm ki, bunların hamısıyla bərabər ölkədə beynəlxalq standartlara uyğun olaraq, Azərbaycan Respublikasının qəbul etdiyi qanunvericiliyə uyğun olaraq biz qaçqın və köçkün problemi yaşamış bir dövlətik, müstəqilliyimizin ilk illərindən, hətta müstəqillik ərəfəsində belə qaçqın, daha sonra köçkün problemləri yaşadıq. Müstəqillik illərində 100 minlərlə insanlarımız qaçqın düşdülər, köçkün düşdülər, yurd yuvalarından qaçqın düşdülər və bunlar hər halda gənclər ola bilər, hatırlamaya bilərlər. Biraz yaşlı nəslin nümayəndələri ən az elə biləsuarda qaçqınların məşğullaşması, nə qədər əziyyət çəkirlər, çadır şəhərciklərinin olması, yaxşı yadında olanlarımız var və bunların hamısı zamanla Azərbaycan dövlətinin öz üzərinə götürdü. Bunları
necə deyirlər, məskunlaşdırdı. Deyək ki, ərazilərdə onlara ev tikdi və yaxud da Bakı şəhərində ya hardasa şəhərciklər salmanla bunu həll elədi. Amma bunun əsas ağırlığı Bakı şəhəri üzərində düşdü o zaman və Bakı şəhərində də dövlət həll elədi, müəyyən mənada dövlət hansı formada elədi, 93-cü ildə, 93-94-cü illərdə yaranan bu köçkün qaçqın selində universitetlərin yataqxanaları, fabrika zavodların yataqxanaları bu işlə insanların köməyinə, dövlətimizin köməyinə gəldi. Amma kim zərər gördü? Bu səfər tələbələr zərər gördülər, gənc fəhlələr, gənc ailələr zərər gördülər. Deməli, tək Azərbaycan torpaqlarının işğal olunmasından tək orada yaşamış yurttaşlarımız deyil, bütün millətimiz bu zərər gördü və son fəsadları da şəhərlərimizə yansıdı. Şükürlər olsun ki, son dövrlər dövlətimiz binalar tikməklə, şəhərciklər salmaqla bunu həll eləmişdi. 20-ci ildə isə bunu 20-23-cü illər arasında köklü həll elədik, torpaqlarımızı azad elədik. İndi tədricən insanlarımız ora qayıdır. Amma bütün bunların hamısının bir fəsadı var, bir necə deyərlər, buraxdığı izlər var. O da yenə şəhərlərə, rayonlara buraxdığı yan təsirləridir. Əsas məsələ bugün Ruhda da qeyd olunduğu kimi şəhər salmada ekologiya, çevrə nəzərdə tutulmalıdır, çevrə qorunmalıdır, insanların yaşıl enerjiya çatanlığı, insanların rahatlığı və bunun kökündə nə durur? İnsanların sağlam, uzun ömür yaşaması durur, gənclərin xoşbəxt yaşaması durur, gənclərin sabah müstəqil həyatda davam edən zaman ailə qurmasında, necə deyərlər, ailənin böyütməsində, övlad dünyaya gətirməsində onların hamısı öz rolunu pozitiv cəhətdən, müsbət cəhətdən göstərməlidir. Amma bugün hamımızı bildiyimiz kimi biz iqlim dəyişikliklərinin içərisindəyik, daha doğrusu iqlim dəyişikliklərini ciddi şəkildə hiss edirik. Ola bilər ki, siz belə suvarda oturmuşsunuz, hər zaman qışı mülayim, yayı isti keçir. Bilirsiniz, belə bir ərazidə yaşayırsınız, amma elə ərazilər var ki, orada artıq xeyli vaxtdır bu istilərin təsirini əvvəllər istiləmirlər, indi istiləməyə başlayırlar. Bunların hamısının səbəbi nədir? Mən qaytarmaq istəyirəm bunu özümüzün üzərimizdə. Bir fərqindəlik olmalıdır, buna fərqindəlik, biganə olmamaq məsələsi var. Nədir bunu yaradan səhralaşma, nədir bunu yaradan betonlaşma, həmən bufların da keçirilməsində əsas məsələlərdən biri odur ki, betonlaşma azalmalıdır, yaşıl enerjiya, yaşıllaşmaya üstünlük verilməlidir və bu şəhər salmada insanlar rahat olmalıdır, insanlar rahat nəfəs almalıdırlar, bu istixana effekti olan havadan boğulmamalıdırlar. İndi yenə deyirəm, rayonlarda yaşam tərzi biraz fərqlidir, şəhərlərdə, xüsusən Bakı şəhərində daha ağırdır. Quru, rütubətli, isti hava və gecələri onun istisindən insanlar nəfəs ala bilmir, hər cürə sıxıntılar yaşayır və bunların sonunda dövlətə, hökumətə böyük zərər verməməsi üçün, yəni insanların sağlığının yaxşılaşması üçün dövlət bu barədə ciddi tədbirlər alır və yaxud da almaqdadır. Mən hesab edirəm ki, bugün iqlim dəyişiklikləri fonunda danışanda mütləq bir geriyə baxmalıyıq. Biz oxumuşuq, dərsliklərdən də oxumuşsunuz, bilirsiniz, dünyada buzlaq dövrləri keçibdir, istiləşmə dövrləri keçib, dünya müxtəlif proseslərdən keçib və həmən proseslər dayanmır. Yer kürəsində necə ki, birinci, ikinci buzlaşma, böyük buzlaşma, kiçik buzlaşma dövrü keçib, dinozavrların qırıldığı, kəsildiyi dövr keçib. Yəni, dünya bir çox şeylərdən keçib və bugün deyək ki, Sibirdə kömürün yaranması, bir çox ərazilərdə kömür ehtiyatlarının yaranması, kömür həmən o buzlaşmanın nəticəsində orada yaranmış kömürlərdir ki, bugün istifadə olunur. Artıq o kömür fosil yanacaq kimi əlavə bizə zərər verməyə başlayıb. Yəni, karbon dioksidin səviyyəsini artırır, insanları zəhərləyir və s. və ilaxır. Bunun nəticəsində də qlobal istiləşmə başlayır. Qlobal istiləşmədə böyük dövlətlərin, Çin, Amerika Birləşmiş Ştatları, İngiltərə, Rusiya kimi böyük sənaye dövlətlərinin, ağır sənaye dövlətlərinin rolu çox böyükdür, zərər baxımından, negativ baxımından bunların rolu çox böyükdür
Amma onlar deyirsiniz ki, Çin özünə zərər verir də, bizə zərər vermir, amma nə yazıqlar olsun ki, atmosferdə hava sirkulyasiya edir və dünyanın dörd bir tərəfinə təsir edir. İstər nüvə zavodlarının partlayışında biz bunu görürük, istərsə də hava axıntılarında bəzən deyirlər ki, ay bura nə bilim, qırmızı bum yağdı, qırmızı yağış yağdı, bunlar hamısı atmosfer sirkulyasiyasının təsiridir. Və bunlardan qorunmaq üçün birinci növbədə nə olmalıdır? Fərqindəlik, yəni o biganəlik olmamalıdır. Biz ətraf mühitə hər birimiz diqqətli olmalıyıq. Bir ağacın qırılması gələcək bir səhralaşmaya yol açmaq deməkdir. Ona görə də bunlar olmasın deyə hamımız diqqətli olmalıyıq. Dediyim kimi, dünyada proseslər dayanmayıb, yer kürəsində proseslər dayanmayıb. Bugün Afrikanın parçalanması haqqında yəqin oxuyursunuz, Afrika parçalanır. Yəni, ülkə olaraq, materik olaraq parçalanmaqdadır. Fay xəttləri, zərbələrdən oxuyursunuz, seismologiyadan bilirsiniz, azdan çoxdan yəqin ki, o fay xəttləri o deməkdir ki, dünya sağa, sola, şimala, cənuba, qərbə yavaş-yavaş parçalanmaqda, dağılmaqdadır və yaxud da birləşməkdədir. Qafqaz dağları yüksəlir, bəzi dağlar elməyə başlayır, dünyada proses gedir, vulkanlar baş verir, vulkanlar xeyli istiləşməyə təsir edir, zərər verir, sellər, leysanlar olur, şimal və cənub qütblərində istiləşmədən buzlaqlar əriyir və orada təbiət dəyişir. Təbiətin dəyişməsini biz deyirik ki, şimal qütbündə hər hansı bir buzlağın əriməsinin tundraya zərər olsun, bizə niyə zərər olsun və yaxud da Antarktidada buzlaqların əriməsinin, Qrenlandiyada buzlaqların əriməsinin bizə nələri var. Bizim Xəzər dənizimiz quruyur, amma deyirsiniz ki, okean səviyyəsi qalxır. Və bunlar hamısı bir-biri ilə bağlantılıdır. Çünki dediyimiz kimi bu kürə şəklində olan yerimiz, yer kürəmiz hər yandan bir-birinə bağlantılıdır. Deyək ki, Azərbaycan bu dəqiqə Azor maksimumun təsiri altındadır. Atlantik okeanından daxil olan isti havalar yayda bizə təsir edir. Yəni, bazısına soyuq hava təsir edir. Bu baxımdan özlü sözün kökü odur ki, biz yaşadığımız yeri qorumalıyıq, sevməliyik, dəstəkləməliyik. İstər deyildiyi kimi bədənsel problem olan, sağlıq problemi olan və yaxud da olmayan hər kəsə diqqət göstərməliyik, bir-birimizə sahibi göstərməliyik və çevrəyə, təbiətə sahibi göstərməliyik. Çünki bugün ancaq sosial mediada, nə bilim, hansısa bir mətbuatda oxuyuruq və bunun təsiri altına düşürük. Halbuki, baxsaq, özümüz burada bir dənə ağacı kəsməklə nə qədər, nəyəsə səbəbkar oluruq və yaxud da bir ağacın yaratdığı mikroklimatda ancaq biz deyil, orada olan canlı bu ekosistem deyilən şey. Bir ağacın belə özünün ekosistemi var, orada olan həşərat, orada olan canlı bizə nə verir, nə edir, biz bunlara diqqət eləməliyik. Biz vəhşi təbiətin iç-içə yaşaya bilmirik böyük şəhərlərdə. Böyük şəhərlərdə, ki, Bakı kimi şəhərdə artıq bir çox yerlərdə vəhşi təbiətin iz qalmır. Biraz əvvəl mənə jurnalistlər sual vermək lazımdır, bildirmək lazımdır və sizin, deyək ki, yerli icra hakimiyyəti, bələdiyyə hər hansı bir layihə təşkil edirsə, o layihələrdə inklüzivlik olaraq burada da keçir o ifadə, orada iştirak edilmək, orada sizin də fikrinizin nəzərə alınması, o sakinlərin fikrinin nəzərə alınması çox önəmlidir. Təcrübəli insanların fikrinin nəzərə alınması çox önəmlidir. Çünki məsəl üçün Biləsuvarın bir dənə çayı var və bir dənə çay Biləsuvardan axır, şükürlər olsun ki, bu var. Onun yaratdığı o havadan Biləsuvar qəsəbi şəhərinin hər tərəfində insanlar bir faydasını görsə yaxşı olur. Bu baxımdan fərqindəlik önəmlidir. Biganə olmayan, təbiətə diqqətli olaq və çalışaq öz həyətlərimizdə, məsələn, həyət evlərimiz var, Xüsusən rayonun evlərində o metal konstruksiyalı həyət evləri var. O istinin altında insanlar əzilirlər, şuadan bilgiler olurlar. Onun yerində, misal üçün, hər hansı bir yaşıllıqla bağlanan, hər hansı bir yaşıl örtü ilə bağlanan olsa daha yaxşı olur, sərinlik verək. O metal konstruksiyalar mütləq havanı qızdırır və o hava qızan hava yuxarı qaldır. Sabah 7-dən bizim hərarətimizi, şəhərimizin, məkanımızın hərarətini qaldırır. Bizdə quraqlığa səbəb olur, bizdə başqa problemlərə səbəb olur.
Ona görə mən sizi çox yormaq istəmirəm. İstənilən sualınıza cavab verməyə, necə deyərlər, hazırım, mükalime eləməyə hazırım. Buyurun, sizlərdən sual və təkliflər göndərir. Çünki keçən dəfə də danışmışdım, mən o yağış sularından falandan danışıb sizi yormaq istəmirəm və təkrarlığa yol vermək istəmirəm. Mənim bugünkü sizə dediyim, məsələn, başqa yerdə bunu deməmişdim, sizə deyiləm, fərqindəlik vacibdir. Sizə təklif edirəm, fərqindəliyə diqqət edin, biganəlikdən uzaq olun. İstər təbiətdə, istər ailəyə, istər cəmiyyətə biganəlikdən uzaq olun, bir-birinizdən sıxı tutunun. Çünki biz sıxı tutunduq ki, Qarabağımızı azad elədik, torpağımızı bütövlədik. Biz sıxı tutunduq ki, dövlətimiz müstəqil oldu. İndi də sıxı tutunup fərqində olmaqla həm dövlətimizi bu quraqlıq şeylərindən keçirəcəyik, qlobal istiləşmənin qorxusundan, böhranına keçirəcəyik, həm də dövlətimizi gələcəyə daşımaqda siz gəncləri yerinə edən rol olacaq. Təşəkkür edirəm. Buyurun, suallarınızı Səhər-samayla bağlı belə söyləyeyim, yəni indi boş sahələr çoxdur Biləsuvarda. Məsələn, yaşayış kompleksləri və yaxud da bütün şəhərlərdə olduğu kimi kolleclər var. Biləsuvarda niyə olmasın? Və kolleclər niyə olmasın üçün? Baxın, boş sahələr və yaxud da şəhər salmaları çox maraqlı bir məsələ olur. Ümumiyyətlə, məskunlaşma düzgün aparılmayanda hər şey başlayar bilir. Həm də deyək ki, məsələn, regionun inkişaf olması haqqında bugün hökumət üzərində işləyir əlbəttə yəqin ki, müxtəlif regionlar nə üzərində bazası hesablanmalıdır, orada uyğun sizin dediyiniz kolleclər, peşə məktəbləri və yaxud da hər hansı bir universitetin filialı və yaxud da universitetin özü açılmalıdır ki, bura inkişaf edilsin. Məsələn, bizim illər əvvəl gəncliyimizdə də öyrəndiyimiz bir şey vardır ki, Avstraliyada şəhər, kənd evləri yoxdur. Hamı şəhərdə yaşayır. Çünki orada inkişaf belə idi ki, sahə əkinə, içinə saxlanırdı. Qalması üçün də dövlət, hökumət qurumları düşünməlidir. Mən sizinlə razıyam. Yəni, baza varsa, tələbat varsa, mütləq ərazi bir kollec, peşə məktəbi və yaxud da universitet olmalıdır. Bu özü inkişaf edəcək. Amma bundan daha vacib, deyək ki, bilim texnoloji mərkəzləri, müəyyən təhsil mərkəzləri mütləq olmalıdır ki, bizi inkişaf edəcək, gələcəyə çatdıracaq bilim və texnologiyadır, elm texnologiyadır. Biz təhsilimizə diqqət eləməsək, əlbəttə ki, necə deyirlər, üzülərək əlimizi yedirir. Olayla sualını devam edim. Dünya tarixində şəhərlər tutaq ki, elə salınmıyor. Gəlin burada şəhər salaq. Elə bir mərkib olmuyor. Tutaq ki, Səmətən şəhəri ticarət və yolu mərkəzində olur. İpək yolu. Ticarət yolu, sonra İpək yolu və s. başqa yollar olur. Ticarət mərkəzi olur, şəhər başlayıb inkişaf edilir. Tutaq ki, Bakı balaca bir kənd. Məsələn, Gəncə, Qəbələ, Bərdə, olanda Bakı şəhər görür. Orada neft yataqları tapıldı, yavaş-yavaş insanlar orada neft çıxartdılar və şəhər siyasi sənayləşmə getdi, pullar qazanıldı, bir şey o kənərdən ahali axdı, Rusiyanın özündən. Siz maraqlı bir fakt deyim. İndi bugün bizim Azərbaycanlılar Rusiya işləməyə verirlər. İnanın ki, 20-ci əsrin əvvəllərindən Rusiyadan Azərbaycanı işləməyə gəldilər. Gəlib elə yox, süpürgəçi, nə bilim, yük daşıyan ki, Bakı o qədər inkişaf edildi, iş yerləri çox edildi. Və əksinə, bəzi şəhərlər var ki, tarix qoyur. Məsələn, Chicago, Amerikanın həm məşhur şəhərlərdən biridir, avtomobil qayırma şəhəridir, avtomobil istehsal şəhəri. Bugün Chicago şəhəri getdikcə çoxsalır. Çünki həmin şəhərlər istehsal yükü azalır, Amerika avtomobillərinin belə deyək ki, satış qabiliyyəti azalır, istehsal yükələr, zavodlar bağlanır və yavaş-yavaş. Biləsuvar rayonundadır. Mənim yadıma gəlir, bax, dediğiniz yadıma bir şey düşdü. Bu, İran sərhədi təzə açılanda, Biləsuvarda bir məşhur bazar var, İran bazarı, yolun üstündə. Haradasa bir. Ama bütün Bakı bırakır, gəlirlər, buradan alırlar, aparırlar. Bir buradaydı, bir də haradasa Cəllabatda. İki dənə yerdə məşhur İran bazarı var. Bütün zamanı gəlib buradan alırlar, aparırlar.
Bəli, söhbətin o bazarı həmin o temizləyir. O temizlik var idi. Biləsi var, çox böyük işə bilər. Təəssüf ki, bazarı başqa istiqamətə yönəltdi. Yəni biləsi var, yenə abırlıdır. O tərəfdərilərdə başladılar o qazaqlarını gətirmirlər, o zəhrimardan gətirirlər. Ona görə məcbur olan sərhədləri bağlamalı. Biri var, tonlarla gətirib budal verəcək, bir də var cibində gətirib, ondan 5 dəfə artıq qazanır. Söhbət ondan gedir ki, əgər o normal ticarət, normal olsaydı, həmin olsun formada biraz var, böyüyərdi, inkişaf edərdi. Çin'i görürsünüzlər, Çin 30 il, 40 il bundan qabaq geridə qalmış bir ölkədir. Bu illərin həmin o, dünyanın bütün brendlərini istehsal edib, dünyanın ən inkişaf edilmişdir. Budur məsələ bunlar. Başqa kimi məsələ var? O sizdə istəyirəm, öz aramızda. Əksinə, elə uşaqları, digər uşaqlarla bir yerdə yetişdirmək lazımdır. Digər uşaqları da tərbiyə eləmək lazımdır ki, o uşaqlara sonuçlaşma münasibət görsün. Söz diğer ekspertimiz Göztepe İçtimai Birliği'nin sədri Fotoğraf Bıraktığı. Hər vaxtınız xeyir, hoş gördünüz. Belə aktiv, belə fəal insanlarla danışmaq həm məsuliyyətli deyil, həm də sevindim. Bəlkə öncə bu proqramından danışaq, bu konuşdan danışaq. WUF-u yaradan BMT-dir, BMT-nin məskunlaşma proqramıdır, bölümüdür, belə deyək və səbəbləri var. Səbəb nədir? Birincisi, insanlar dünyada 2-ci Dünya müharibəsindən daha zevkilərində qaçqın düşdülər. Bilirsiniz ki, milyonlarla, 30 milyonlarla insan həyatını itirdi və milyonlarla da insanlar qaçqın düşdü. Bu baxımdan BMT yarandıqdan sonra da o fəsadlar qalırdı. Daha sonraki illərdə müharibələr, ötən əsrin 50-ci illərində, 60-cı illərində olan müharibələr və qaçqın həyatın yaşanması. Nəhayət ki, bu əsrin əvvəlində 2001-ci ildə Birləşmiş Millətlər Təşkilatı bu xaotik miqrasiyanı, o qaçqın hərəkatını idarə eləmək haqqında qərara gəldi və WUF konferanslarını təşkil etməyə başladı. 2 ildə bir keçirilən konferansın bu il 13-cüsü may ayında keçirildi, Bakıda oldu. Və bu nədir? Birinci növbədə həmən bu qaçqın miqrasiyasının idarə olunması, artı bölgə şəhərlərdə insanların bir dam altında, hər bir vətəndaşın bir dam altında yaşama hüququnun olduğunu nəzərə alaraq onların təmin olunması, şəraitinin yaradılması, sanitar, higienik və ekoloji və bir çox sahələrin təmin olunmasını bu proqram öz üzərinə götürməsə də onu yönləndirən layihələr hazırlayıb sunmaqdadır, təklif edilməkdədir və Azərbaycanda bunun keçirilməsi əhəmiyyətli. Sağlam. Niyə? Ona görə iş yaratları daha çox qazanmaq. Biləsi var ya, bu günləri inşallah düşünürəm ki, nə vaxtsa müəyyən bir iqtisadi çaklar inkişaf edir, zavodlar və s. indi eşitdiyimə görə burada alternativ enerji ilə nəsə zavod tikilir, günəş panelləri və s. və s. Və bu işlədikcə ən azı cama yerdə olan şəhərin artımında kifayət edir. Şimdi nəsə sualı var? Yoxdur. Bir dənə də söz deyim, biz bunu unutduq deməyə, yəni təşkilatın rəhbəri Tanrı bəy, mən tabii ki, ekspertim. Bu təşkilatın layihənin həyata keçirilməsində dəstək olan Azərbaycan Respublikası, Azərbaycan Dövlət Dəstəyi Agentliyi var, QET-lərə dövlət dəstəyi və bu yaşlı bilirsiniz nə ilə bilir? BP, British Petroleum bilir. Yəni London'da, baş ofisləri London'dadır. Azərbaycandakı layihələrin əldə keçirilməsində marağı var ki, bu ilə bağlı, yəni maliyyənin bir hissəsini onlar verirlər ki,
Yani təsəvvür edirsiniz ki, birdən British Petroleum'dur, milyonlarla pul verirlər, yox. Yəni, sadəcə bu tədbirlərin keçirilməsi üçün British Petroleum deyəndə adamın gözünə sıralır 6-7 rəqəmli məbləğlər gəlir. Amma hər halda təşəkkür edirik həmin iki təşkilata da ki, bizim Rezonans Gənclər İctimai Birliyinin layihəsini Şirkətimizin icra direktoru Məhəmməd Əliyev verir. Öncəliklə icra hakimiyyətinin əməkdaşları başda olmaqda bütün iştirakçıları iştirak etdiklərinə görə təşəkkürümüzü bildiririk. Biz ümid edirik ki, keçirdiyimiz tədbirdə həm öncəki həm bugünkü tədbirlərdə danışdığımız mövzular hər bir gəncə, həm də ortayaşı şəxslərə müsbət həyatlarında dəyişikliyə yol olunlar. İkinci mövzu təşkil etdiyimiz kimi şəhərlərdə bir insanın davranış aləmində də formalaşan bir mövzudur. Təhsil onunla bağlı olaraq da deyil, Rezonans Gənclər İctimai Birliyi başqa mövzularda da layihələr həyata keçirdir. Gənclər əgər bizim təşkilatımızda üzv olmaq istəsələr və yaxud bizim aktiv könüllülərdən olmaq istəsələr, tədbirin sonunda bizimlə əlaqə saxlaya bilərlər ki, onları qırqa əlavə edərlərik və bundan əlavə olaraq qeyd etmək istəyirik ki, hər bir həyatın müqaribinizdə, ərazinizdə bəzi mənfiliklər, boşluqlar olur ki, gənclər olaraq siz bunları həm işıqlandırılması üçün, həm də hərbi yolunda həm hər yollarınızı, həm də ki, problemi çəkərək və yaxud bizə qeyd edərək ünvanlaya bilərsiniz ki, biz də sizə bu mövzuda maksimum köməklik göstərək. Biz sizin nömrələrinizi qeyd etmişik, amma tədbir sonunda qrupa əlavə olmaq istəyən şəxslər özləri şəxsən bizə yaxınlaşar, zəhmət olmasa. Başqa bir sualınız olursa, biz yekunlaşdırmaq istəyirik. Siz tədbir sonunda bizə yaxınlaşarsınız. Çox sağ olun. Və bu, mən dedim ki, bəyəkki təklifi deməli ki, sahibə deyəndə ki, kimin nöqsan görsən, atsın bizə şəkillərini. Mən də deyirəm ki, əlhansızı bütün Biləsuvar Respublikada məşhurlaşdıracaqlar ki, bu şəhərdə bu problemlər var. Ondan sonra bu Biləsuvar hər yerdə tanınacaq. Əslində bu zarafatdır. Mən əminəm ki, Biləsuvarın rəhbərliyi, icra başçısı da mən şəxsən tanıdım ki, Biləsuvarda istənilən bir problemin həlli üçün istənilən yollar həll olunmasına razıdırlar. Yəni, ictimai fəallıq olsun, dövlət tərəfindən müəyyən maliyyələşmə və s. olsun. Bunlarla bağlı hər şeyə hazırlar. Yekunlaşdırırıq. Çox sağ olun, gəldiniz.